Hər birini salamlayıram mən uşaqlar. Bugün riyaziyyat 3-cü sinif 1-ci hissədən 3 rəqəmli ədədlərin toplanması, yeni onluq və yüzlüklərin yaranması mövzusunu izah edəcəm. Abakın hər milindəki aşıqlar ədəddə neçə yüzlük, onluq və təklik olduğunu göstərir. Hər mildə ən çoxu 9 aşıq ola bilər. Toplama zamanı mildəki aşıqların sayı 10-a çatdıqda, yaxud onu keçdikdə 10 aşıq kənara qoyulur. Bunun əvəzində isə soldakı milə bir aşıq əlavə olunur. Anar və Lalə aldıqları puzzle'lardakı hissələrin sayını abakda təsvir etdilər. Lalənin puzzle'ında neçə hissə var? Gəlin baxaq uşaqlar, Lalənin puzzle'ında 2 dənə yüzlük, 6 dənə onluq və 3 dənə təklik var. Yəni Lalənin puzzle'ında 263 hissə var. Anarın puzzle'ında olan hissələrin sayı isə uşaqlar 358'dir və bizdən hər iki uşağın puzzle'ında birlikdə neçə hissə var sualını verir. Biz bunu tapmaq üçün təbii ki 263 ilə 358'i toplayacağıq. Nəticədə uşaqlar toplama zamanı eləyəcək 621. Biz bunu necə hesabladıq? Təbii ki biz 3-ün üstə 8 gəldi, elədi 11, 1 yazdıq, 1 yadda. 5 ilə 6-nı topladıq, 11, 1 də yadda 12, 2 yazırıq, 1 yadda. 3-ün üstünə 2 gəldik, 5, 1 də yadda 6. Gəlin indi öyrənmə materialımıza baxaq. 3 rəqəmli ədədləri toplayarkən həm təkliklərin, həm də onluqların cəmi 10 və ya daha böyük ola bilər. Bu halda təkliklərin cəmindən yeni onluq, onluqların cəmindən isə yeni yüzlük yaranır. Məsələn, 375 ilə 148'i toplayırıq. Biz ilk öncə təkliklərimizi toplayırıq. 5 ilə 8'i toplayanda 13 eləyir. 3 yazırıq, 1 yadda. Daha sonra onluqlar toplanılır. 7 ilə 4'ü toplayanda 11, 1 də yadda 12, 2 yazırıq, 1 yadda. Ən son olaraq isə biz yüzlükləri toplayırıq. 3 ilə 1'i toplayırıq, 4. Üzərinə də 1 yüzlüyümüzü gəlir. Nəticədə 5 eləyir və cavabımız olur 523. Gəlin indi bələdçi hissəsi ilə başlayaq və bir-bir tapşırıqlarımızı yerinə yetirək. Deməli uşaqlar, bizə bələdçi hissəsində nümunədə verilib, cəmi tapın deyilir. Burada da təbii ki ilk öncə təklikləri, daha sonra onluqları və yüzlükləri toplayıblar. İndi biz 359 ilə 54'ü toplayırıq. 9'un üstünə 3 gələndə 13 eləyir. 3 yazırıq. 1 yadda, 5'in üstünə 5, 10, 1 də yadda 11. 1 yazırıq, 1 yadda və 1 ilə 3'ü toplayanda cavabımız olur 413. 100'ün üstünə 99 gəlirik. 3 ilə 9'u toplayırıq 12. 2 yazırıq, 1 yadda, 0'ın üstünə 9, 9 üzərinə 1 gələndə 10. 0 yazırıq, 1 yadda və 1 ilə 1'i toplayanda 2 eləyir. Cavabımız oldu 202. 253 ilə 147'nin toplanmasına baxırıq. Təkliklər toplanılır. 3'ün üstünə 7 gələndə 10 eləyir. 0 yazırıq, 1 yadda. Onluqları toplayırıq. 5 ilə 4'ü toplayırıq 9. Üzərinə 1 gələndə 10 eləyir. 0 yazırıq, 1 yadda və yüzlükləri toplayırıq. 2 ilə 1'i toplayırıq 3. 3'ün üstünə 1 gələndə isə 4 eləyir. Nəticə cavabımız olur 400. Və son olaraq 528 ilə 277'nin cəmini tapırıq. 8'in üzərinə 7 gəlir, 15 eləyir. 5 yazırıq, 1 yadda. 2 ilə 7'ni toplayırıq, 9, 1 də yadda 10. 0 yazırıq, 1 yadda, 5 üstünə 2 gəlir, 7, 1 də yadda 8. Nəticə cavabımız olur 805. Gəlin misallarımıza baxaq, cəmin tapılması. İlk öncə 428 ilə uşaqlar 194'ü toplayırıq. 8 ilə 4, 12, 2 yazırıq, 1 yadda. 2 ilə 9, 11, 1 də yadda 12, 2 yazırıq, 1 yadda. 4'ün üstünə 1, 5, 1 də yadda 6. Nəticə cavabımız olur 622. 195 ilə 25'in cəmi. 5 ilə 5, 10, 0 yazırıq, 1 yadda. 9 üstə 2 gələndə 11, 1 də yadda 12, 2 yazırıq. 1 yadda, 1 ilə də 1 eləyir, 2. 568 ilə 245'in cəmi. 8 ilə 5'i toplayırıq, 13, 3 yazırıq, 1 yadda. 6 üstünə 4 gələndə 10, 1 də yadda 11, 1 yazırıq, 1 yadda. 1 ilə 5'i toplayırıq, eləyir uşaqlar. 5 ilə 2'ni toplayırıq, 7, 7'nin üstünə 1, 8. Nəticə cavabımız olur 813. Gəlin 566 ilə 136'nın cəmini tapaq. 6 ilə 6'nı toplayanda 12,
2 yazırıq. 1 yadda. 6-ın üzərinə 3, 9. 9-un üzərinə 1, 10 ilə 0 yazırıq. 1 yadda. 5 ilə 1, 6. Bir də yadda oldu. 7. Cavabımız olur 702. 293 ilə 37-ni toplayırıq. 0-ın üzərinə 3-ün üstünə 7, 10. 0 yazırıq. 1 yadda. 9 ilə 3-ü toplayırıq. 12. 1 yadda. 13. 3 yazırıq. 1 yadda. 1 ilə 2-ni toplayanda isə 3 edir. Nəticə cavab olur 330. 465 ilə 285-in cəmi. 5 ilə 5 toplayıram 10. 0 yazıram 1 yadda. 6 üzərinə 8 gələndə 14. 1 də yadda 15. 5 yazıram 1 yadda. 4 ilə 2 6. 1 də yadda neçə eləyir? 7 eləyir. Və 247 ilə 257-in cəmi. 700-ə 7 gələndə 14. 4 yazırıq. 1 yadda. 1 üzərinə 4 ilə 5 toplayıram 9. 9-un üzərinə 1 10. 0 yazıram 1 yadda. 2 ilə 2-ni 4. 1 də yadda oldu 5. Cavab oldu 504. 374 ilə 279-un cəmi. 4 ilə 9-u toplayıram 13. 3 yazıram 1 yadda. 7 ilə 7 14. 1 də yadda 15. 5 yazıram 1 yadda. 3 ilə 2 toplayıram 5. 1 yadda 6. Nəticə cavabım olur 653. 299 ilə 137-in cəmini tapırıq. 9-un üzərinə 7 gələndə 16 eləyir. 6 yazıram 1 yadda. 9 ilə 3-ü toplayıram 12. 1 yadda 13. 3 yazıram 1 yadda. 2 üstünə 1 gələndə 3. 1 yadda 4. Cavab oldu 436. 568-in üzərinə 48 gəlirik. 8 ilə 8 toplayanda 16. 6 yazırıq 1 yadda. 6 ilə 4 10. 1 də yadda 11. 1 yazırıq 1 yadda və 5 ilə də 1 olur. Cavabımız 6 və 616 edir. 129 ilə 81-i toplayırıq. 9-un üzərinə 1 gələndə 10. 0 yazırıq 1 yadda. 2 ilə 8 toplayanda 10. 1 də yadda 11. 1 yazırıq 1 yadda. 1 ilə 1 də eləyir 2. Cavab oldu 210. 288 ilə 354-ün cəmini tapırıq. 8 ilə 4-ü toplayıram 12. 2 yazıram 1 yadda. 8-in üzərinə 5 gələndə 13. 1 də yadda 14. 4 yazıram 1 yadda. 2 ilə 3-ü toplayıram 5. 1 də yadda 6. Cavabımız oldu 642. 879 ilə 29-un cəmi. 9 ilə 9-u toplayıram 18. 8 yazıram 1 yadda. 7 üstə 2 gəlirəm 9. 1 də yadda 10. 0 yazıram 1 yadda. 1 ilə 8-i toplayıram. Cavab olur 908. 596 ilə 87-ni toplayırıq. 6 ilə 7-ni toplayıram 13. 3 yazıram 1 yadda. 9-un üstünə 8 gələndə 17. 1 də yadda 18. 8 yazıram 1 yadda. 5 1 də yadda oldu 6. Cavab oldu 683. 657 ilə 267-in cəmi. 7 ilə 7-ni toplayıram 14. 4 yazıram 1 yadda. 5 ilə 6-ni toplayıram 11. 1 yadda 12. 2 yazıram 1 yadda. 6 ilə 2-ni toplayıram 8. 1 yadda 9. Nəticə cavabımız olur 924. 595 ilə 178-in cəmi. 5 ilə 8 gələm 13. 3 yazıram 1 yadda. 9 ilə 7 16. 1 yadda 17. 7 yazıram 1 yadda. 5 ilə 1 6. 1 yadda 7. Nəticə cavabımız olur 773. 184 ilə 16-nın gəlini toplayaq uşaqlar. 4 üstün 6 gələm 10. 0 yazıram 1 yadda. 8 ilə 1 9. 1 yadda 10. 0 yazıram 1 yadda. 1 ilə 1 cavab olur 200. 297 üstündən 4 gəlirəm. 7 ilə 4 toplayıram 11. 1 yazıram 1 yadda. 1 ilə 9-u toplayıram 10. 0 yazıram 1 yadda. Və 2 üzərinə 1 gəlirəm 3. Nəticə cavabımız olur 301. 91 ilə 59-un cəmi. 1 ilə 9-u toplayıram 10. 0 yazıram 1 yadda. 9-dan 5 14. 1 də yadda isə eləyir 15. Nəticə cavabımız olur 150. 65 ilə 37-nin cəminə baxırıq. 5 ilə 7-ni toplayıram 12. Yazıram 1 yadda. 6 üstünə 3 gələndə 9. 1 də yadda 10. Nəticə cavab olur 102. 6 ilə 9-u toplayıram 15. 5 yazıram 1 yadda. 5 ilə 5-i 10. 1 də yadda 11. Nəticə cavabımız olur 115. Bax belə dostlar. Davam edirik. Növbəti tapşırığımıza baxırıq. Baxırıq uşaqlar ikinci misalımıza. Burada bizə deyir ki, alt-alta yazmaqla cəmi tapın. Bir neçəsini ədəd oxunda təsvir edin. 387 ilə 435-in cəmini tapırıq. 7 ilə 5 toplayıram 12. 2 yazıram 1 yadda. 8 ilə 3 11. 1 də yadda 12. 2 yazıram 1 yadda. 3 ilə 4 toplayanda 7. 1 də yadda 8. Nəticə cavab olur 822. 596 ilə 106-nın cəmini tapıram.
6 ilə 6-nı toplayıram 12. 2 yazıram 1 yadda. 9-un üzərinə 1 gələndə 0, 9, 1 gələndə 10, 0 yazıram 1 yadda. 5 ilə 1 6, 1 də yadda 7. Nəticə cavab olur 702. 76 ilə 45-i toplayırıq. 6 üzərinə 5 gəlirəm 11. 1 yazıram 1 yadda. 7 üzərinə 4 gələndə 11, 1 də yadda 12. Cavab ilə 121. 675 ilə 79-un cəmini tapırıq. 5 ilə 9-u toplayıram 14. 4 yazıram 1 yadda. 7 ilə 7 14, 1 də yadda 15. 5 yazıram 1 yadda. 6 ilə 1 toplayanda nəticə cavab ilə 754. 198-in üzərinə 7 gəlirik. 8 ilə 7-ni toplayıram 15. 5 yazıram 1 yadda. 1 ilə 9 10, 0 yazıram 1 yadda. 1-dən 1 2. Nəticə cavab olur 205. 245-in üzərinə 65 gəlirik. 5 ilə 5-i toplayıram 10, 0 yazıram 1 yadda. 4-dən 6 10, 1 də yadda 11, 1 yazıram 1 yadda. 1 üzərinə 2 gələndə isə 3 eləyir. Nəticə cavab olur 310. Bizə deyir ki, bir neçəsini ədəd oxunda təsvir edin. Uşaqlar. 387 ilə 435-in cəmini. 387-nin üstünə gəlirik 100-lik. Yəni neçə 100-lik gəlməli? 2, 3, 4. 4 100-lik gəlir. Çünki 435-dir. 3 onluq və 5 təklik gəlirik. Beləliklə 387, 487. 487-nin üzərinə 100 gəlirik. Olur 587. 587-nin üzərinə 100 gəlirik. Olur 687. 687-nin üzərinə 100 gəlirik. Olur 787. Biz yüzüklərimizi gəldik. İndi isə onluqlarımızı gəlməliyik. Və bizim 3 dənə onluğumuz var. 787, 790, 7, 807 və 817. Daha sonra isə 817 üzərinə 5 gəlirik. Yəni təkliklərimizi gəlirik olur. 818, 819, 820, 821 və 822. Bu formada ədəd oxunda təsvir edə bilərsiniz. İndi sizə növbəti bir deməli tapşırığımızı, öyrənmə materialımızı göstərmək istəyirəm. Uşaqlar, burada bizə deyir ki, bəzən 2 rəqəmli ədədlə 1 rəqəmli ədəd topladıqda yeni yüzlük yarana bilər. Məsələn, 97 üzərinə 5 gəlmək istəyirik. Təkliklər toplanır və yeni onluq yaranır. Yəni 7 üzərinə 2 gələndə 12 eləyir, 2 yazırıq 1 yadda. Nəticədə onluqlar toplanır və yüzlük yaranır. 9 ilə 1-i toplayırıq. Eləyir 10 və cavabımız olur 102. Gəlin 3-cü tapşırığı birlikdə yerinə yetirək. 92 üzərindən 9 gəlirik. 2 ilə 9, 11, 1 yazırıq 1 yadda. 9 ilə 1 eləyir 101. 99 üzərinə 4 gəlirik, 3 yazırıq 1 yadda. 1 ilə də 9-u toplayırıq, cavab olur 103. 95 ilə 6-nı toplayırıq, 5 ilə 6-nı toplayırıq, 11, 1 yazırıq 1 yadda. 9 üzərinə 1 gəlir, nəticə cavab 101 eləyir. 97 ilə 5-i toplayırıq, 2 yazırıq 1 yadda və cavabımız olur 102. 92 üzərinə 8 gəlmək istəyirik. 3 ilə 8 toplayırıq 11, 1 yazırıq 1 yadda. 9 ilə 1-i toplayırıq, eləyir 10. Nəticə cavabımız olur 101. 99 üzərinə 1 gəlmək istəyirik. 9 üzərinə 1 gələndə 10, 0 yazırıq 1 yadda. 1 ilə də 9-u toplayırıq 10. Nəticə cavabımız olur 100. 98 ilə 4-ü toplayırıq. Deməli 8-dən 4 toplayanda 12, 2 yazırıq 1 yadda. 1 üzərinə 9 gələndə cavabımız olur 102. 97 üzərinə 4 gəlirik. 4 ilə 7-ni toplayırıq 11, 1 yazırıq 1 yadda. 1 ilə də 9-u toplayanda cavabımız olur 101. Bax belə dostlar, bu formada bu tapşırığı yerinə yetiririk. Daha sonra isə gəlin növbəti tapşırığımızla davam eləyək. Cəmi tapın və nəticəyə uyğun təsviri müəyyən edin. Gəlin baxaq uşaqlar, əvvəlcə təsvirlərimizə baxaq. Burada 100, 30, 1, 2, 3, 4, 5, 6, 7. 137. Burada isə cavabımız təbii ki 100'dür. Burada 411'dir. Burada 223'dür və son olaraq isə 203'dür. Gəlin indi 137 ilə 247-ni 274'ü toplayaq. 7 ilə 4'ü toplayan 11, 1 yazırıq 1 yadda. Burada da 11 ilə 1 yazırıq
bir yadda. Burada ise cevap olur 4. Neticede oldu 411. 99'un üzerine 124 geldi. 9 üzerine 4 gələndə 13, 3 yazırıq bir yadda. 9, 2, 11, bir yadda 12, 2 yazırıq bir yadda. Birdən də 1, 2, 223. Baxırıq ki, 4-cü təsvirdə 223 verilmişdi. 195 ilə 98 ilə 5-i toplayırıq. 8 ilə 5 toplayırıq. 13, 1 yazırıq bir yadda. 9 ilə 1'i 10, 0 yazırıq. Bir yadda cevabımız olur 203 və bizə 5-ci təsvirdə verilmişdi. 98 ilə 39'u toplayırıq. 8 ilə 9 gələndə eləyir 17, 7 yazırıq. Bir yadda 9 ilə 3, 12, bir yadda 13, 137 bu isə birincidə verilmişdi. Və son olaraq 94'ün üzərinə 6 gəlir. 4 ilə 6'ını toplayanda 0, yəni 10 eləyir. 0 yazdıq bir yadda. 9 ilə də 1 elədi 100. Beləliklə bu ikincidə verilmişdi. Gəlin məsələ həllinə baxaq. Cədvəldə kinoteatrda həftə sonu satılmış biletlərin sayı göstərilib. Kinoteatrda həftə sonu neçə bilet satıldı? Günlərimiz şənbə və bazardır. Satılan biletlərin sayı şənbə günü 568'dir. Bazar günü isə 379'dur. Və bizdən cəmini soruşursa, deməli biz bunları cəmləyirik. 8 ilə 9'u toplayırıq 17, 7 yazırıq. Bir yadda. 6 ilə 7'ni toplayırıq 13, bir yadda 14, 4 yazırıq. Bir yadda. 5 ilə 3'ü toplayırıq 8, bir yadda 9. Nəticə 947 bilet satılıb. Gəlin baxaq 6-cı məsələmizə. İlxan avtobusa minmək üçün hansı dayanacağa getsə daha az yol qət edər. Birinci dayanacağımız aptekin yanından keçir və 196 metrdən sonra ora çatılır. İlk öncə gəlin apteklə dayanacaq qədər olan ümumi yolumuzu hesablayaq ki, İlxan oradan nə qədər yol gedəcək. 5'in üzərinə 6 gəlir 11, 1 yazırıq bir yadda. 4 ilə 9, 13, bir yadda 14, 4 yazırıq bir yadda. 1 ilə 1, 2, bir yadda 3. 341 metr eləyir. İkinci yolumuz isə burada marketdən keçirik və dayanacağa çatırıq. 257 ilə 87'ni toplayırıq. 7 üzərinə 7 gəlir 14, 4 yazırıq bir yadda. 5 ilə 8 toplayırıq 13, bir yadda 14, 4 yazırıq bir yadda. 1-dən də 2'ni toplayırıq 3, nəticədə 344. Və az yol qət etməyi üçün təbii ki o birinci yoldan istifadə etməlidir. Fermer birinci gün bostandan 98, növbəti gün isə bundan 38 dənə çox kələm yığdı. Fermer 2 gündə bostandan cəmi neçə kələm yığdı? Birinci gün 98, bu birinci gündür. İkinci günü isə 38 dənə çox. Yəni nə edirik? Bizə isə cəmini soruşur. Deməli 98 ilə 38'i toplayırıq, ikinci günü tapırıq. 8'də 8, 16, 6 yazırıq, bir yadda 9 ilə 3, 12, bir yadda 13. Nəticədə 136 kiloqram və 136 dənə ikinci gün toplayıb. Və sonra biz 136 ilə 98'i toplayırıq ki, cəmini tapaq. 8 ilə 6, 14, 4 yazırıq, bir yadda. 3 ilə 9, 12, bir yadda 13. Yazırıq bir yadda və 1 ilə 1 cavab oldu 234 dənə. Və sonuncu məsələmizə baxırıq. Şagirdlər yaz tətili günlərində yeni salınan parkda 350 ağac əkməyi planlaşdırdı. Onlar birinci gün 162, ikinci gün isə 188 ağac əkdilər. Şagirdlər 2 gündə planlaşdıqları sayda ağac əkə bildilərmi? Biz 162 ilə 188'i toplayırıq və uşaqların ümumi sayda nə qədər ağac əkdiklərini tapırıq. 2 ilə 8, 10, 0 yazırıq bir yadda. 6 üzəri 8 gələndə 14, bir yadda 15, 5 yazırıq bir yadda. 1 üzrə 1, 2, bir yadda. Və beləliklə 350 ağac əkiblər. Bəli, onlar plana düzgün əməl etdilər, 350 ağac əkə bildilər. Deməli, uşaqlar, mövzumuz burada yekunlaşır. Sizinlə sağollaşıram. Növbəti dərslərimizdə görüşənədək sağ olun, salamat qalın.